Bura Bərdə rayonunun Türkmen kəndinə gələn yoludur. Dəfələrlə çəkilib göstərilməsinə baxmayaraq 6 aydır ki, demək ki, yolumuz bu vəziyyətdədir. Belə ki, Heydər Əliyev prospektində 2 dənə yaşayış binası tikildi. Həmin yaşayış binasının kanalizasiya xətti bax bu asfalt yolla çəkildi. Asfaltımız çox yaxşı vəziyyətdə idi. Bax bu vəziyyətdə asfaltı qazdılar. Demək olar ki 6 aydan artıq vaxt keçməsinə baxmayaraq yolu hələ də düzəltməyiblər. Təsəvvür edin ki, buradan yüzlərlə, belki də minlərlə əhali istifadə edir bu yoldan. Bax, bir neçə gün öncə bu yolda 3 nömrəli marşrut avtobusu içində də sərnişin dolu aşmışdı. Cəmaatın köməkliyi ilə həmən yol marşrut avtobusu demək olar ki düzəldildi. Bax, görürsünüz bu vəziyyətdədir. Demək olar ki əhali bu yoldan çox istifadə edənlər çox əziyyət çəkirlər. Təsəvvür eləyin, bu yolun üstündə şəhər 4 saylı tam orta məktəb, Maqnoliya istirahət mərkəzi, Şuşa istirahət mərkəzi, sonra bir neçə istirahət mərkəzi yerləşir. Lakin buna baxmayaraq bu yol hələ də düzəlməyibdir. Deyilənə görə bu binaları Fövqəladə Hallar Nazirliyinin tikinti idarəsi inşa edibdir. Biz xahiş edirik Fövqəladə Hallar Nazirliyindən. Cəmaət bir daha xahiş edir. Bizim yolumuzu Fövqəladə Hallar Nazirliyinin tikinti idarəsi gəlin bu yolumuzu düzəldin. Cəmaət əziyyət çəkir, çox əziyyət çəkir bu yoldan. Ona görə də bax yolumuz bu vəziyyətdədir. Ola bilər ki, bax bu yolda gələcəkdə bir neçə hadisə ola bilər. Yol hələ ki düzəlməyibdir. Yolumuz bu vəziyyətdədir. Xahiş edirik əlaqədar təşkilatlardan bizə kömək edin. Bax bu yolumuz bax bu vəziyyətdədir. Ona görə də əhali çox əziyyət çəkir bu yoldan. Maşınlar demək olar ki ehtiyat hissələri çox vəziyyətdə xarab olurlar. Bax görürsünüz marşrut avtobusu nə vəziyyətdə keçirlər yolda. Maşınlar, əhali çox çətinlik çəkirlər. Xahiş edirik yoldan istifadə edənlər də köməklik edəsiniz. Görürsünüz, bax maşınlar nə çətinliklə keçirlər. 2 dənə maşın böyrə keçə bilir. Gözləyirlər ki, demək bir maşın keçsin, sonra bir maşın gəlsin keçsin. Sizinlə mən idim. Şakir müəllim, Türkmen kənd sakini. Sağ olun.